Qacar müharibəsi 1826-da başlayasıdır. Abbas Mirzə başlayacaq. İki istiqamət hücuma keçəsidir. Baxın, iki istiqamətdə. Əsas hücum hədəfi Qarabağ, bir də hara olacaq uşaqlar? Gəncə olasıdır. Müharibə başlayanda əsas məqsəd odur ki, hara daxil olsun Abbas Mirzə? Oradan haranı tutsun? Gəncəni, bəli, Şuşa, Gəncə, Tiflis. Rusları hardan çıxaracam dedi. Cənubi Qafqazdan çıxarıb Terek çayından belə şimala doğru qovasıyıq. Müharibədə görə Abbas Mirzə tək gəlir, yoxsa cənuba gedən xanlarla bərabər gəlir. Gəncəli Cavad xanın oğlu Uğurlu xan. Cavad xan harda şəhid olmuşdu uşaqlar? Gəncədə. Neçənci ildə? 4-cü ildə. Keçmiş Bakı xan Hüseynqulu xan gəlir. Bir də keçmiş Şirvan hakimi Mustafa xan gəlir. Və bu yürüşdə deməli bərabər xanlıqlarla gəldi. Kim gəldi? Abbas Mirzənin yürüşü başlayır. Baxaq görək istiqamətlərə. İlk başlarda Abbas Mirzə uğur əldə elədi. Hər bir xan öz xanlığı üzərinə hücuma keçəcək. Məsələn, Lənkəran, Şamaxı, Şəki azad edildi, xan hakimiyyəti bərpa olundu. Neçənci ildə oldu bu sizcə? 1826-cı ildə oldu. Şamaxı xanı Mustafa xan Şirvanı azad elədi. Səlim xanın oğlu Hüseyin xan Şəkini. Lənkəran xanı Mirhəsən xan da Lənkəranı azad elədi. İndi əsas məsələ burada. Abbas Mirzə Bakı hakimi Hüseynqulu xana əlavə qüvvə də kömək göndərdi ki, haranı ələ keçirsinlər? Bakı limanına. Niyə Bakı limanı önəmli idi uşaqlar sizcə? Ticarətə görə. Həm də Rus ordusuna silah, sursat, ərzaq yardımı Bakıdan gəlirdi, yəni liman vasitəsilə gəlirdi. Buranı ələ keçirtmək Rus təchizatını pozmaq idi. Mərkəzlə Rusiyanın buradakı orduların arasındakı əlaqəni kəsməkdən ibarət idi. Rusiya haranı çox önəm verərdi sizcə qorumaq üçün? Bakını. Və Bakı limanını Rus ordusu Həştərxanla daimi əlaqə saxlayır, ərzaqla, silahla buradan təminat verir. Buna görə də Ruslar bütün gücünü yönəltdilər haranın qorunması məsələsinə, Bakının qorunması məsələsinə yönləndirdilər. Baxaq görək hansı döyüşlər var. Uşaqlar, Abbas Mirzənin strateji səhvlərindən biri Şuşanı 48 gün mühasirədə saxlamaq oldu. Çünki Rus qarnizonları strateji təşəbbüsü ələ aldılar, vahidləşdilər, cəmləşdilər Tiflisdə və daha sürətli, çevik hücumla bizim qüvvələri məğlub eləyəcəklər. Bu müharibədə 4 dənə döyüş var. 2-ci Rus-Qacar müharibəsində hər 4-ündə də Ruslar qalib gəldi. Əsas döyüş Gəncə döyüşüdür. Əvvəl Şəmkir döyüşü baş verəcək 26-cı ildə. Dalınca Gəncə döyüşüdür. Abbas Mirzəyə xəyanət elədilər və 26 döyüşlərin hərəkət edirik. Və bu döyüş nəticəsində, Gəncə döyüşü nəticəsində Abbas Mirzə xeyli qüvvə itirdi. Müharibənin taleyi harda həll olundu sualına nə cavab verəsik? Gəncədə müharibənin taleyi həll oldu. Bircə Lənkəranda Mirhəsən xan qaldı. Qalan bayaqlarım azad olmuş xanlıqlar ki, adlarını çəkmişdik. Onlar hamısı öz xanlıqlarından qayıtdılar təzədən hansı dövlətə? Qacar dövlətdə geri qayıtmalı oldular. İkinci Rus-Qacar müharibəsində Yermolovun uğurlarına baxmayaraq onu azad elədilər vəzifədən və yerinə gətirdilər İvan Paskeviçi. İvan Paskeviç Tiflisə hərəkət edən Qacar qoşulan hücumu dayandıraraq Alban mənşəli General Mədədovun rəhbərliyi altında Gəncə şəhərinin üzərinə yeridir. Əsas məqsəd nə idi? Haranı istəyirsizcə Ruslar hansı əraziləri? Bəli, möhkəm deyək. Və İrəvanı. Cavanbulaq döyüşünə yenə kim qalib gələr sizcə? Biz dedik ki, bütün döyüşlərdə Ruslar qazandı. Ruslar Abbas Mirzənin məğlubiyyəti Abbasabadın həyatını, taleyini həll eləmiş oldu. Ay sağ olun. Abbasabad qalası işğal olunur. Ardınca Sərdarabad döyüşündə də yenə kim qalib gəldi sizcə? Ruslar və sentyabrda əvvəlcə Sərdarabad, dalınca da hansı qala ilə keçirildi? İrəvan. Birinci Rus-Qacar müharibəsi dövründə İrəvan neçə dəfə mühasirəyə alınmışdı? Neçənci illər idi? 8-də. Nə vaxt elə keçirildi İrəvan? 27-də. Mübarizə nə yoxsa mübarizəsiz? Mübarizə nə? Amma İrəvandan öncə Naxçıvan mübarizəsiz şəkildə təslim oldu Ruslara. Birinci Rus-Qacarda da İrəvan mühasirəyə alınsa da Naxçıvan işğal eləmişdir Ruslar. Neçənci ildə? 8-də. Neçənci ildə bəs çıxdılar Naxçıvan? Aysa 9-da da çıxmalı oldular. Çünki haranı tuta bilməmişlər. İrəvanı tuta bilməmişlər. Rus-Qacar müharibəsi dövründə İrəvanı Hüseynqulu xan Qacar qoruyurdu. Qacar sülaləsi İrəvanda neçənci ildən hakimiyyət? Aysa ona kim hansı sülalə qoymuşdu əsasını? Aysa onun Əfşar sülaləsi. Hüseynqulu xan Qacarın titulu Aslanlar başı idi. Aslanlar başı titulundaydı. Və qalanı təslim etməkdənsə onun dağıntıları altında ölmək daha yaxşıdır deyən Qacar burada şəhid olundu. Bir də yada saxlayırıq, İrəvan qalasını alınmaz qala adlandırırlar.
Çünki 23 il böyük bir imperiyaya qarşı mübarizə aparıbdı, balaca bir xanlıq. Aydındır, alınmaz qala. Paskeviç bu qalanın işğalı münasibəti ilə pul mükafatı aldı, qraf titulu aldı, İrəvanski titulu aldı, xüsusi orden, 2-ci dərəcəli müqəddəs Georgi ordenindən təltif olundu. Şalabir şəhərimizin işğalı münasibətinə də medal tərtib olmuşdu. Ayso Gəncənin. Sankt-Peterburqda İrəvan alınması ilə əlaqədar bayram və çoxlu medallar da təsis olundu. Deməli, iki şəhərin alınmasında, iki xanlığın alınmasında medallar təsis olundu. Hansıları götürdü? Gəncə İrəvan. Hansında hətta parad keçirildi, sevindilər möhkəm? İrəvanda. Alınmaz qala adlanan hansı oldu? İrəvan. Aslanlar başı kim oldu? Hüseyn, Məhəmməd Hüseyn xan Qacar, Aslanlar başı. Və İrəvan qalası neçənci il işğal olundu? 27-ci ildə. Xanlıq idarə üsulu nə vaxt ləğv olundu sizcə? 28-də. İrəvan və Naxçıvanda o biri xanlıqlarımızdan fərqli olaraq erməni vilayəti yaradıldı və birbaşa qondarma bir rejimə keçid elədilər. 1840-cı ilə kimi İrəvan və Naxçıvanda erməni vilayəti qalacaq. İndi baxaq görək müqavilə məsələsi necə olacaq.